Əmisinin 1-ci Qarabağ müharibəsində şəhid olması, atasının isə eyni döyüşlərdə yaralanaraq qazi statusu alması səbəbindən uşaqlıqdan hərbiçi olmağa qərar verən leytenant Sərvan Mehmanoğlu Göyüşov 1997-ci il fevralın 28-də Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub. O 2003-cü ildə Ağdam rayon 2 nömrəli köçkün tam orta məktəbinin 1-ci sinifinə qəbul olub. Məcburi köçkünlük dövrünün çətinliklərinə baxmayaraq, dərslərinə xüsusi məsuliyyətlə yanaşan Sərvan 2014-cü ildə orta təhsilini müvəffəqiyyətlə başa vurub. Elə həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq uşaqlıq arzusunu gerçəkləşdirib və 2018-ci ildə Akademiyanın Hərbi Rəhbərlik fakültəsini bitirərək ordu sıralarında zabit kimi xidmətə başlayıb. Təyinat aldığı gündən etibarən ordumuzun keçmiş təmas xəttində yerləşən ön mövqelərində taqım komandiri kimi məsuliyyət daşıyıb. 2020-ci il sentyabrın 27-sində torpaqlarımızın azadlığı uğrunda vətən müharibəsi başlayanda gənc zabit rəhbərlik etdiyi əskərlərlə birgə cəbhənin ən mürəkkəb coğrafiyasına, Murovdağ silsiləsinə doğru irəliləyib. Sərt qayalıqlarda və dumanlı zirvələrdə qarşı tərəfin postlarının sıradan çıxarılmasında onun tabeliyindəki bölmə böyük fəallıq göstərib. Döyüşün ilk saatlarında, sentyabrın 27-sində Murovdağ uğrunda gedən şiddətli artilleriya atışması zamanı yanındakı əskərinin həyatını qorumaq üçün öz zirehli gödəkçəsini ona geyindirib. Bu fədakarlıq anında düşmən qəlpəsinə özü sipər olan leytenant Göyüşov döyüş meydanında şəhadət zirvəsinə ucalıb. Sərvan Göyüşov Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Sərvan Mehmanoğlu Göyüşov ölümündən sonra vətən uğrunda Kəlbəcərin azad olunmasına görə, hərbi xidmətə görə medalları və 3-cü dərəcəli rəşadət ordeni ilə təltif edilib.